Bir vaxtlar hamının almağa maraq göstərdiyi özəlləşdirmə çeklərinə hələ də maraq göstərənlər var. Əvvəllər bu alqı-satqı qara bazarda həyata keçirilirdisə, indi bu proses sosial şəbəkələrdə geniş yayılıb. Son vaxtlar sosial şəbəkələrdə artıq tədavüldən çıxmış özəlləşdirmə paylarını almağa maraq artıb. Bir vaxtlar əsasən metro çıxışlarında satılan bu voucherlər indi sosial şəbəkə vasitəsilə müştərilərə təklif olunur. Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı hər bir vətəndaşa mülkiyyətdən pay almağa kömək edən bu çeklərdən geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Sonuncu dəfə tədavül müddəti 2011-ci ilin yanvarın 1-də başa çatıb. Buna baxmayaraq, əhali arasında bu çekləri saxlayanlar da var, satanlar da. Böyle satırdılar, ben satmadım da. Kaldı. Çok ucuz alırdılar son zaman. Dedim o değmiriz. Kalıp da belki hasansa lazım olur. Bize 4 tane verdiler. Biz 4'ünü de sattık. Bana 2 pay çek verilmişti. İhtiyacım oldu sattım. Karacabey rayonundan verilmişti. Heç bir yerdə istifadə edilmədi? Hayır, hiçbir yerde. Rəsmi rəqəmlərə görə dövriyə buraxılan özəlləşdirmə paylarının 80% istifadə olunub. Qalan 20% də sahibkarların, vətəndaşların əlində cəmlənib. Ekspertlər düşünür ki, alqı-satqının hələ də davam etməsinə baxmayaraq, bu paylarla bağlı yeni qanunun qəbul olunmasına ehtiyac var. Daha məqsədə uyğun olardı ki, xüsusən dövlət mülkiyyətində olan səhmlərin və ya payın özəlləşdirilməsi zamanı özəlləşmə paylarının istifadə ilə bağlı ayrıca bir qərar qəbul edilsin. Çünki bu zaman artıq dövlət mülkiyyətində olan payın özəlləşdirilməsi zamanında özəlləşdirmə paylarının istifadə məcburi hal alarsa və praktik olaraq özəlləşmə paylarına tələbin artmasına və yenidən onların bazar qiymətinin formalaşmasına gətirib çıxaracaq. Deməli, ayrıca bir qərar bu çeklərin məqbul olmasına gətirib çıxara bilər. Xatırladaq ki, ölkəmizdə özəlləşdirmə paylarının dövriyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvarın 1-nə dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payı verilib. Aydın İsmailov, Famil Acalov, Carçı.